Deməli, hansı dövlətdən danışırıq? Fransadan və Fransaya deyəcəyim ki, 11-ci əsrdən başlayaraq Fransada kənd təsərrüfatı inkişaf etməyə başladı. Nə vaxt başladı kənd təsərrüfatı? Ay, sağ olun, bəli. 11-ci əsrdə nə idi? Kənd təsərrüfatı. 10-cu əsrdə isə deyəcəyim nə inkişaf etmişdi? Şəhərlər. Uşaqlar, baxın. Əgər kənd təsərrüfatı varsa, yeni qoşqu heyvan var. Yəni kənd təsərrüfatında atdan istifadə olunacaq və bu da nə edəcək? Əmək məhsuldarlığının, təsərrüfatın inkişafına gətirib çıxardacaqdır. Ondan sonra kəndlər öz istifadəsindən olan torpaqlarda nə edəcək? Səylə çalışacaqlar. Və feodallar görəcək ki, mən kəndlərdən aldığım vergilər, biyardan daha sərfəli idi. Aydındır. Biri var vergi alıram, biri də var biyar. Vergi nədir? Biyardan daha sərfəli olduğuna görə və bundan sonra görəcək aramsız daxili və xarici müharibələr də feodalların təsərrüfatla məşğul olmasını məhdudlaşdırdığından onlar nə edəcək? Kəndlərə paylamağa başlayacaqlar öz torpaqların. Yəni ki, belə ki, ala, ək, becər, mənə nə verəsən, vergi. Aydındırmı? İndi uşaqlar, Fransanın gəliri şimalına və cənubuna. Bax, bizim bu xəritədə gördüyümüz ərazi Fransanın ərazisidir. Fransanı bölürəm iki yerə. Bura Fransanın cənubu, bu isə şimalıdır. Sən bir dənə zəhmət olmasa orada əyləş, oradan gəl, rahat gör. Fransanın şimalı ilə cənubu idi. Uşaqlar, 10-cu əsrdə Avropada bir sıra şəhərlər yaranmışdı. Yaxşımı? Avropada nə yaranmışdı? Şəhərlər. Rom imperiyası dövründə də şəhərlər var idi. Bu şəhərlər ya bərpa olunurdu, ya yeni şəhərlər yaranırdı. Yaxşımı? Bax, yadınızda saxlayın ki, kənd təsərrüfatında əhali ilk əvvəl sənətkarlıq və neynəmişdi? Ticarətlə məşğul olmuşdu. Fransanın şimalı ilə cənubuna biz nəzər salsaq, deyəcəyim Fransanın şimalında şəhərlərin meydana gəlməsi yadınızda qalsın və inkişafı vilayətlər arasında iqtisadi əlaqələrlə bağlı idi. Nə deməkdir? Bax, Orleandır, ondan sonra Poitiers-dir, ərazidir, məsəl üçün Burgundiyadır, məsəl üçün Normandiyadır, Britandır. Bax, bu şəhərlər arasında yadınızda saxlayın ki, iqtisadi əlaqələr yaranmışdı. Bu əlaqələrdə yadınızda qalsın ki, sənətkarlıq üçün nə idi? Xammal, ondan sonra isə kənd təsərrüfatı məhsulların mübadiləsi dayanır. Yəni, kənd təsərrüfatı məhsulların mübadiləsi dayanırsa, Orlean olsun, Normandiya, Britan bir-biri ilə mübadilə edəcək. Bu da necə? Həmən şəhərlər arasında əlaqələrin yaranmasına gətirib çıxardacaq və hər bir vilayətin də müxtəlif sahə üzrə ixtisaslaşması uşaqlar yadınıza qalsın. Bunların nəyinə gətirib bağlayacaq? İqtisadiyyatının, iqtisadi birliklərinin inkişaf etməsinə. Biz şimala aid olanları dedik də, yəni əsas nəticə çıxartdıq ki, vilayətlər arasında iqtisadi əlaqələrin olması idi. Bəs yaxşı, Fransanın cənubunda vəziyyət necə idarə? Fransanın cənubunda cənubla uşaqlar cı arzulayacaqsınız ki, ticarət. Vəssalam, ipucumuzu aldıq, cənubda ticarət. Xarici ticarət əlaqələr olsun. Gələcəyin xaçlı yürüşləri olsun, aydındırmı? Bir də şərq ölkələri ilə ticarət əlaqələri üçün deyəcək nə idi? Əlverişli mövqedə yerləşirdi. Aydın oldu. İndi uşaqlar, baxın. Şərqlə geniş ticarət əlaqələri olan, məsəl üçün, Fransa sizcə hansı ölkə ilə daha çox ola bilər? Fransa, İtaliya, İspaniya ilə də aşağıdadır da bilirik ki, burada İtaliya, aşağıda bir də haradır? İspaniya ilədir. Fransanın cənub şəhərlərində biz nə dedik? Ticarət idi. Ticarətin də inkişafı Arif nəyə gətirib çıxartmışdı? Sənətkarlığın inkişafına. İndi siz bildinizmi uşaqlar, ölkənin cənubunda, yaxud da şimalında şəhərlərin meydana gəlməsini zəruri edən əsas xüsusiyyət, amil nə olduğunu ayırt edə bildik? Dəqiqə. Nəsə bilməyəndə deyim, bir də deyək, üstündən möhkəmlənsə. İndi gəlirik hara? Biz deyəcəyik ki, uşaqlar, Fransanın şimali ilə cənubu arasında sosial, iqtisadi, siyasi inkişaf ölkədə nəyin yaranmasına gətirib saxlayacaqdı? Vahid xalqın formalaşmasına. Bax, ikisi də feodal dağınıqlığındaydı. Ona görə də vahid xalqın formalaşmağa başlamasında əsas maneə idi və burada uşaqlar fərqli dillərdə də var idi ki, fərqli dil də bunların xalq kimi formalaşmasını zəiflədən amil idi. Aydındırmı?
İndi gəlin uşaqlar, biz mərkəzləşmiş dövlət yaratmaq uğrunda mübarizə aparacağıq. Aydındır. Azərbaycanda ilk mərkəzləşmiş dövlət bəli, şimalda mərkəzləşmiş Albaniya idi. Strabonun məlumatına əsasən deyirik ki, əvvəllər hər vilayətin öz hakimi, sonra isə hər vilayət, bütün ölkənin bir hakimi idarə edirdi. Ay uşaqlar, 11-13-cü əsrlərə nəzər salsaq, Fransada şəhərlər inkişaf edir, vilayətlər arasında iqtisadi əlaqələr genişlənirdi. Yaxşımı? Biz deyəcəyik ki, Arif 13-cü əsrin sonunda Paris bütün Şimali Fransanın ən böyük iqtisadi mərkəzi idi. Baxırsınız Fransaya. Bütün Şimali Fransanın nə idi? Ən böyük iqtisadi mərkəzi hansı şəhər idi? Bəli. Uşaqlar, Fransada 13-cü əsrdə şəhərlər kral hakimiyyətini müdafiə edirdi. Bax, bu Fransa ilə İngiltərədə ziddiyyətdə olan amillərdir. Buradakını həzm edin, başa düşün ki, mən ona görə Fransanı birinci keçirəm sizə. İngiltərə rahat olsun, aydındır. Deməli, uşaqlar, Şimali Fransa şəhərləri daxili bazarın formalaşmasında bax, əsas rol oynadılar da. Mən bayaq sizə aydın elədim də, dedim bax bunlara. Bax, bu da nəyə gətirib çıxardacaqdı? Daxili bazarın formalaşmasında. Bu da bunlarda adil birləşməsinə şərait yaradacaqdır. Məsəl üçün, mən səndən alıram, səndən sənə verirəm, səndən biz şimalıqda. İstər-istəməz bizdə bir daxili bazar formalaşırmı? Aydındır. Kral hakimiyyəti uşaqlar feodal özbaşınalığına qarşı mübarizə aparacaq və kralın feodallara qarşı mübarizə aparması sənətkarlığın, ticarətin, nə bilim, nəhədə bunların inkişafına şərait yaradacaq. Mən bayaq başda dedim, şəhərlər kimi müdafiə edirdi? Kralı. Kral kimə qarşı mübarizə apardı? Feodallara qarşı. Şəhərlərin inkişafına şərait yaradırmı? Mərkəzləşmiş dövlətin yaranmasını uşaqlar biz bilirdik, ən böyük maneə nə ola bilər? İri feodallar. Feodallar da bir-birimizlə mübarizə aparırıq. Elə bir ki, zəif feodallar, güclü feodallar, zəif feodalları aradan çıxardır. Üzdə qalan iri feodallar da onlar da kral məğlub eləyir. Başa düşdünüz? Xahiş edirəm, nəsə başa düşmədiniz, mənə deyin. İndi 11-ci əsrin ikinci yarısında İngiltərəni, bax yadınızda saxlayın, işğal edərək özünü buranın kralı elan eləyəcək Normandiya hersoqu. Bax, Normandiya, burada bir dənə fikir verin, Normandiya. Bax, görürsünüz, Normandiya uşaqlar. No. Tərsi nədir? 10. 10-cu əsrdə yaranıb. İşləyir, başlayır. Normandiya nə vaxt yarandı? 10-cu əsrdə. Ömür boyu yaddan çıxan deyil. Normandiya hersoqu bir 10 ildən sonra da Arifdən soruşsalar. Deyərsən mənim tarix müəllimim. Deyəcəksiniz nə vaxt yarandı? 10-cu əsrdə. Bax, bu 11-ci əsrin ikinci yarısında 1066-cı ildə bu istəyir ki, Arif İngiltərəni işğal edərək keçirəm İngiltəriyə, hə? Özünü neynəsin? Normandiya hersoqu İngiltərə kralı elan edən Normandiya hersoqu gələcək, deyəcək ki, mənim Fransada da mülklərim var. Aydındır. Uşaqlar, Fransada mərkəzləşdirmə siyasəti, bax yadınızda qalsın, 13-cü əsrdə ölkənin şimalında başlayacaq. Hansı əraziləri özlərinə birləşdirəcəklər? Normandiya və Akvitaniya. Akvitaniyanı gördünüz burada, bu da Normandiya. Görülsün, görüntü, vizualizasiya şərtdir. Xahiş edirəm, bax bura baxın. Deməli, harada dedik? Akvitaniya və Normandiya. Gərək mən onun proyektorla verim. Dərs çəkmədiyim vaxtlarda izahları eləyəsən, maraqlı olar. Deməli, hansı ərazidə oldu? Normandiya və Akvitaniya. Nə vaxt özünə birləşdi? 12-ci əsrdə. 13-cü əsrin sonu isə arzu, 12-nin sonu, 13-cü əsrin əvvəllərində isə kral hakimiyyəti güclənməyə başlayacaq. Ölkənin cənubunda ərazilərdə kral hakimiyyəti ərazisində birləşməsinə başlayacaq. Biz desək ki, məqsədimiz nədir? Fransa dağınıqda onu birləşdirməkdir də. Birləşdirmə harada başladı Arif? Şimalda. 12-də hansı ərazilər özünə birləşdirdi? Bəli, Akvitaniyanı, yaxşımı? 12-nin sonu, 13-nin əvvəlində cənubda da belə, uşaqlar, Tuluzanı gördünüz burada. Tuluza harada yerləşir? Cənub, cənub qərbdir də bu ərazidə. Deyir, Tuluzanın birləşdirilməsi, mən yenə xahiş edirəm, biraz o tərəf otur ki, xəritəyə baxın. Yox, Tuluzadır. Bəli, cənub-qərb ərazilərinin İngiltərə işğalından azad olmasına şərait yaradacaq. Testdə düşür ha. Biz aydın oldu mu uşaqlar? Bundan qalan hissəsi rahatdır. Tuluza qraflığının birləşdirilməsi İngiltərə işğalı altında olan Fransanın cənub-qərb ərazilərinin belə deyim də, əgər cənub-qərb əraziləri tutsaydı işğal eləmək daha rahat olacaqdı. Aydındır.
Nə qaldı? Yəni buranı Tuluzanın Cənub qərbi azad edilməsinə şərait yaradırdı. Tuluzanı tutsaydı. İndi uşaqlar artıq yadınızda qalsın, kiçik hissəsi İngiltərənin işğalı altındaydı. Fransanın kiçik hissəsi İngiltərənin işğalı altındadır. İndi Arif, bax buradakı məsələyə fikir verin. Bunu bir Loru izahını verək. Loru dildə deyirik, nə deyirik? Deməli, Arzu, kral tərəfindən təyin edilən məmurlar mənə tabe olan əraziləri idarə edir. Kim idarə edir uşaqlar? Məmur. Kral məhkəməsi mərkəzi hakimiyyətə təyin olan bütün məhkəmələrdə ali məhkəməyə çevrilmişdir. Bax, siz hamınız vilayətsiniz, mənə tabesiniz. Mənim də məhkəməm, uşaqlar, nə deyirəm? Mənim də məhkəməm sizdə nəyə çevriləcəkdir? Mənim məhkəməm, məhkəmə sistemi sizdə ali məhkəməyə çevriləcək. Yəni kral məhkəməsi. Sizlə mənim aramda əlaqə yaradanlara nə deyiləcək? Kral müfəttişləri, səndən bir dənə nümayəndəm, sənin üçün yəni mən məlumatı necə alıram, yaxşımı? Mərkəzi hakimiyyətlə yerli hakimiyyət orqanları arasında əlaqə yaradanlar kimlər idi? Kral müfəttişləri. Uşaqlar, bir də kral həmən torpaqlarda vahid pul sistemi tərtib eləmişdi. Vahid pul sistemi bilirsən nədir? Vahid pul sistemi o idi ki, kralın pulu tədricən yerli pulları aradan çıxar. Mən gəlib birdən sizə demirəm, hamınız manat istifadə edin. Xeyr, dollardır, lirədir. Amma mən gətirirəm manatı, yavaş-yavaş istifadəyə veriləcək hansı kralın pulları. Bax, indi gördünüzmü, mərkəzləşdirilmiş dövlətdə, bax, dedik ki, kral tərəfindən təyin edilən məmurlar idarə edirdi. Kral məhkəməsi nə idi? İndi siz deyin, özüm deyib, özüm danışım, ay Allah. Kral məhkəməsi nə idi? Bəli. Ali məhkəməyə çevrilir. Sonra nə dedik? Kralla mərkəzi hakimiyyətlə yerli hakimiyyət orqanları arasında əlaqə yaradan orqan necə adı müfəttişləri idi. Bir də nə demişdik? Yerli pullar yavaş. Bəli. Uşaqlar 14-cü əsrin əvvəllərində yadınızda bunu da saxlayın. Sənətkarlıq ticarətinin inkişafı kənd təsərrüfatında əmtə pul münasibətlərinin yaranmasına gətirib çıxardacaq. Bax, yadınızda qalsın. Əmtə 4-5 hərfdir də 2 əynəndə yadda saxlayın, 1 ə. Tələffüzlə yadda saxlayın ki, 14-cü əsrdir. Əmtə pul münasibətləri deyirəm mən. Elə bilin ki, uşaqlar, bax, inkişaf baş verir. İndi aydınlaşdırıb ona gətirib uyğunlaşdırıram. Bax, mən Fransanın birləşdirilməsi ilə bağlı bir şeyim qalmadı ki, 12 dəqiqəyə keçib. Qaldı bir şey, nəsə yadınızdan çıxdı. Daha doğrusu, nəsə belə aydın olmayan şey var. Qoy videonu sonlandırım, soruşaram. İndi gəlirik Arzu nəyə? 4-cü gözəl Filip. 1285 nə vaxt idi? 13-14 olmalı idi. 1285 aysa 13-14 yadda saxlamışam mən. Arif, bura fikir verirsən. Deməli, Fransada kral hakimiyyəti uşaqlar gücləndi. İndi 4-cü gözəl Filip Fransa krallığından asılı olan və zəngin şəhərlərlə tanınan hansı ərazini özünə birləşdirəcək? Necə yazır? Flandriya. Bu ərazini Flandriya ərazisini özünə birləşdirmək istəyəcək. Yaxşımı? Bunun bu ərazini özünə birləşdirilməsi uşaqlar artıq bunlar gəlib nə edəcək? Üsyan baş verəcək. Üsyan nəticəsində 4-cü Filip bir neçə şəhərlə əldə saxlaya biləcək. Nəticə itibarilə gətirib uğursuzluğa çıxardacaq. Yaxşı. İndi müharibələr çoxlu pul tələb edirdi. Bu da gətirdi Arif. Kilsə torpaqları üzərinə neynədi? Kilsə torpaqları üzərinə vergi təyin elədi. Mənim kilsə torpaqları üzərinə vergi təyin eləməm uşaqlar kimlə mübarizəmi çətinləşdirəcək? Papa ilə. O Papa ilə mübarizədə ölkənin uşaqlar bütün təbəqələrinin dəstəyini qazanmaq üçün, bax, hakimiyyəti 13-14-dür də, 1302-ci ildə baş ştatları çağıracaq. Nəyi çağırdı? Qazan xan kəndləri nə vaxt torpağa təhkim eləmişdi? Qazan xan necə? Qazan xan kəndləri torpağa nə vaxt təyin eləmişdi? 1303
Bəli. Yəni sözümün canı odur ki, 1302-də baş ştatlar idi. 1303-də Qazanxan kəndləri təhkimli eləmişdi. 1304-də də nə eləmişdi? Getmişdi. Aydındır demişdimi? Getməmişdən bir il qabaq kəndləri bədbəxt günə qoyur gedir. İndi uşaqlar, Papa Roma papalarını özündən asılı vəziyyətə saldı. Fransa kralının qalib gələcək. Papalar Avropada siyasi və dövlətlərarası münasibətlərdə Papanın nüfuzu aşağı düşəcək. Aydındır. Nə dedim? Bütün terminləri axırda sizə deyəcəm, orada diqqətli olun. Deməli, kral Papaya qalib gəldi. Bunun da nüfuzu düşür də aşağı, onu sarsıldır və onda bəli, nüfuzu düşəcək. Və Roma papalarını nə edəcək? Özündən asılı vəziyyətə salacaqdır. Bununla bağlı nəsə qalmadısa, 4-cü gözəl Filiplə mən keçirəm 100 illik müharibəyə. 100 illik müharibə neçənci illərə əhatəli fikrim burada olsun. 1337, 1453. Neçənci illərə əhatə elədi? Bəli. Uşaqlar, İngiltərə kralı Fransada kiçik bir mülkə sahibidir. Bax, İngiltərə kralı Fransada kiçik bir mülkü var idi. Fransa kralının ərazisini ələ keçirtməsi yadınızda saxlayın. İngiltərə müharibəyə səbəb olacaq. Yəni İngiltərənin Fransada kiçik bir mülkü var. Fransada nə edir? Bunu ələ keçirdir. Fransanın bu ərazini ələ keçirtməsi nəyə səbəb olacaq? İngiltərə müharibəyə. Uşaqlar, səbəbi var. Yadınızda saxlayın. İngiltərə kralının hakimiyyəti altında olan Cənub-Qərb Fransa əraziləri də bəli, uğrunda mübarizə. Bax, görün nə deyirəm, sözə fikir verin. İngiltərə kralının hakimiyyəti altında olan Cənub-Qərbi Fransa əraziləri uğrunda mübarizə. Aysa, o da mən bayaq Tuluza haqqında nə dedim? Bəli. Tuluzanı tutsa, bəli, onun azad olmasına şərt. Aysa. Deməli, o İngiltərənin burada olan ərazisinə Fransa müdaxilə edir. Bu da bunlar arasında mübarizəyə səbəb olur. Və İngiltərə kralının hakimiyyəti olan Cənub-Qərbi Fransa ərazilər, bir də Flandriya uğrunda mübarizədir. Bayaq dedim axı, Flandriya ilə mübarizə aparıb məğlub olmuşdu. Bu səbəbi də Arif. Amma İngiltərə kralı mənə Fransa taxtına ideya ilan eləyirəm. Bu da bəhanə oldu. İngiltərə kralı, indi mən Fransanı keçəndə deyəcəm sizə də, o Normandiyada olub, orada yaranıb, sonradan Lamaş boğazını keçərək 1066 Hastings döyüşü, onları deyəcəm mən sizə indi bu dərsdə. Uşaqlar, 1337-ci ildə İngiltərə Fransaya qarşı müharibəyə başladı. Tarixdə bu müharibə 100 illik müharibə adlandırırdı. Həm əhalinin sayı azalacaq, ölkədə uzun müddət İngiltərə işğalına məruz qalacaq, müharibə varsa iqtisadiyyat, təsərrüfat, hər şey zəifləyəcək. Aydındır. İndi onun kitabda da fikir verərsiniz. Gəlin müharibənin gedişatına bir şey deyim. İngilis qoşunları var, fransız qoşunları var. Uşaqlar, fransız qoşunları yadınızda saxlayın. Bax, İngilis qoşunları sadəcə çox olmasa da yaxşı təlim görmüşdülər. İngilislər ağır silahlanmış süvarilərdən uşaqlar istifadə etsələr də, onlarda daha çox kəndlərdən ibarət piyada qoşunları idi. Onlar nizələri də var idi. Onlar yaxşı oxlarla mübarizə aparırdı. Kətlərlə süvarilər bir-biri ilə əlaqəli istiqamətdə atlı qoşun əməliyyatları bir-birini dəstəkləyirdi. Yaxşı. Amma Fransada əksinə idi ay uşaqlar. Fransada bax elə benim dediyim sayca çox olsa da, amma yaxşı nə idi? Təşkil olmamışdı. Elə bilin ki, cəngavərlərlə piyadalar kətlər bir-biri ilə nə cür deyim sizə, elə eləmə, bir-birini dəstəkləmirdilər də, yaxşımı? Cəngavərlər oxçularla hərəkət eləmirdilər. Oxçu dəstələri ilə cəngi axı taktika olmalıdır. Bunlar bir-birinin əksinə idi. Orduları da ki, feodallardan ibarət dəstələrə parçalanmışdı.
Kral öz dəstəsinə başçılıq edir. Qalan hissəsində də hərənin öz komandiri. Elə bir sənin öz komandir ordun var. Bunun öz belə mən də öz orduma başçılıq edirəm. Amma Fransada elə deyildi. Fransada isə biz deyəcəyik ki, bir-biri ilə vahid komandanlıq var idi o uşaqlar. Bütün hərbi qüvvələrin bir dənə komandanı var idi. Amma 100 illik müharibənin sonunda bunu sizə deyəcəm. Kral, Fransa kralı cəngavər və muzlardan ibarət daimi qoşun yaradacaq. Bunu gəlib sizə deyəcəm. İndi gəldik nəyə uşaqlar? 1346, 1356, 1358. 1346-cı da Kresi döyüşü olacaq. 1356-cı da Poitiers. 732-də. Deməli 1346-cı da Kresi döyüşü baş verəndə İngilis ox atanları Fransız süvarilərini darmadağın edəcək. Ox atanlar kim idi? Ox atan. İngilislər neynədi? Fransızları neynədi? Məğlub elədi. Aydındır. Sonra uşaqlar 56-cı ildə isə Poitiers döyüşündə oxçuların və atlı qoşunların fəaliyyəti doğru əlaqələndirilməsi nəticəsində axı mən sizə bayaq dedim, İngilis oxçuları ilə atları qoşun əməliyyatlarında bir-birini dəstəkləyirdi. Oxçular və atların bir-birinin nəticəsində nə edəcək? Poitiersdə İngilislər qalib gələcək. Poitiers kral əsir düşdü. Fransız kralı. Uşaqlar 1358-ci ildə isə Jaklar üsyanı baş vermişdi. Fransada ən böyük kətli üsyanı idi. Bu zədəganlar tərəfindən kətlərə Jak verildiyinə görə kətləri Jaklar üsyanı da adlandırırdılar. Çünki müharibə gedirsə kətlərin vəziyyəti yaxşı olmayacaq. Əlbəttə ki, vergilər artacaqdı. Üsyanın gedişində uşaqlar bəzi şəhərlər üsyançıların tərəfinə keçdilər. Bunlar deyirdi ki, biz xeyirxah krala inanırıq. Ya kralın bunlardan xəbəri yoxdur, gedirik krala deməyə də, yəni belə bir şey idi. Nəysə də uşaqlar, feodallar belə deyim də, bunları aldadacaq, dəvət eləyəcək danışıqlara. Danışıqlar nəticəsində də nə edəcəkdir? Əsir götürüləcək və üsyan başçısı hiylə ilə yatırılacaq. Amma bundan sonra uzun müddət feodallar vergiləri artırmağa cürət etmədilər. Bax, nəticəsiz qalmır da. Yəni, uzun müddət vergilər artırmağa olmur. Uşaqlar, 1360-cı ildə Jak üsyanı dedim mən sizə. 1360-cı ildə Breten. Nəydi onun adı? Bretan idi, nəydi? Bretan sülhü bağlanır. Yox, deyil, kitabda deyəsən çıxarılıbda da. Bretan sülhü ilə uşaqlar İngiltərə, Fransa kralı vaxt qazanmaq, qüvvələrini təşkil etmək istəyirdi. İngiltərə, ay uşaqlar, belə deyim də, ağır da olsa, ən ağır şərtli müqavilə idi bu 1360-cı ildə vaxt qazanmaq üçün bağlanan müqavilə idi. Toplardan istifadə genişləndiriləcək, qoşunun sayı çoxaldıldı, yadınızda qalsın, yaxşımı? Kral qoşununda baş komandanın səlahiyyətləri artırılacaq. Deməli, nədən istifadə olundu? Toplardan qoşunu artırılacaq, bir də baş komandanın səlahiyyətləri də kral ordusunun baş komandanın səlahiyyətləri artırılacaqdır. Uşaqlar, İngilislər 1400, fikir ver Arif bura, 28-ci ildə haranı tutacaqlar? Orleanı mühasirəyə aldılar. Fransanın şimaldan və cənubdan mühasirəyə düşməsi ilə müharibə nəticələnsiz qaldı. Elə bilin ki, artıq Janna d'Arc müharibənin gedişində dönüş yaratdı. Gənc qızı idi, bəli. Tanıyırsan Janna d'Arc'ı? Bəli. Janna d'Arc müharibənin gedişində üstünlüyü ələ alacaq uşaqlar. 1429-cu ildə bu mənim fikrimi yayındırır. Neynirsən sən orada? Dərsə fikir ver. 1429-cu ildə Orlean ətrafında qələbə fransızlar üçün artıq nə cür demir? İlk böyük qələbə idi də, yəni o qədər məğlub olduq. Gəldik Orlean ətrafında ilk böyük qələbəmizi əldə edirik. Bunu sonlandırıb səndən soruşacağım da. 1030-cu ildə, 1030 nə idi? 1430-da, bax 28-də gəldilər haranı? Orlean ətrafında mühasirəyə düşdü. Orleanı. 29-da nə baş verdi? Bəli, ilk böyük qələbə idi. 1430-cu ildə uşaqlar Janna d'Arc'ı cadugərlikdə günahlandırıb edam etdilər. Elə bir ki, amma kral
ingilislərə kömək eləmədi. Niyə? Çünki kral dedi ki, deyəcəklər ki, 100 il müharibə apar, axırda gəlsin Janna d'Arc qalib gəlsin də özünə sığışdıra bilmədi. Heç o da kömək eləmədi. Sizə yaxşı, mənə daha yaxşıdır. Elə götürün onu aradan çıxardı. Uşaqlar, 100 illik müharibənin sonunda yaxın yadınızda qalsın. Fransa kralı cəngavər və muzlulardan ibarət daimi qoşun yaradacaq. Bax, onu mən sizə dedim, onun nəticəsində idi ki, kral tərəfindən daimi qoşunun yaradılması, yeni silah olan toplardan istifadə 100 illik müharibənin taleyini təyin elədi də, yaxşımı? Nə nəticəsində yeni toplardan istifadə, bir dənə daimi qoşunun yaradılması. Niyə toplardan istifadə cəngavər süvari qoşunlarının əhəmiyyətini itirəcəkdir də? Topdan vuracaq, uçub gedəcəklər, hamısı məhv olacaq hər bir şey. Və Fransa torpaqları azad edildi, Kale limanı ingilislərdə qaldı. Aydın oldu 100 illik müharibə. Yoruldu. Hara azad oldu dedi. Kale limanı azad oldu və ingilislərdən az torpaqları, Fransa torpağı azad edildi. Uşaqlar, bu döyüşləri deyirik 1337, sonra nə dedim? 56. Bəli, 56, 58, sonra 1415, mən bunu demədim bayaq 1415-də Azincourt döyüşü. Azincourt döyüşündə ingilislər qalib gəlir, Fransanın şimalı ingilislər tərəfindən tutuldu. Bax, burada yadımdan çıxıb fransızların qəti, belə deyim də, mücadiləsi, bir də işğal edilmiş ərazilərdə fransızların partizan müharibəsi aparması. Bəli. Yəni ingilislərin 65-də də bəli partizan müharibəsi var idi. İngiltərədə də, birinci fəaliyyətdə də partizan müharibəsini deyəcən orada torpaq taktikasından istifadə olunur, yandırılmış torpaq. Bir də partizan. Bu orduyan yadımdan çıxmışdı. Nəysə də 1428 mühasirə, 1429 Orlean, 1430-da da Janna d'Arc'ın yandırılması. Bunları əzbərləyirik. Uşaqlar, 13-14-cü əsrlərdə qara ölüm. Arzu, qara neçə sözdən ibarətdir? 4 deyəsiniz ki, qara ölüm. Vəba neçə sözdən ibarətdir? Vəba 4, bəli. İndi də inəklərə düşmüşdü vəba. Vəba epidemiyası idi da, uşaqlar, qara ölüm vəba epidemiyası yaradılmışdı. Ən böyük dağıdıcı fəlakət idi. Çoxları deyirdi Tanrının qəzəbinə gəlmişik, çoxları deyirdi Yəhudilər sular quyularını zəhərləyiblər, nəmsiçan atıblar. Belə şeylər. Nəticəsi nə oldu uşaqlar? Yarıdan çoxu vəbadan öldü. İnsan ölürsə, ölümünə səbəb olursa, iqtisadi nəticələri ağır olacaqdı da, yaxşımı? İşçi tapılmayacaq da. Biri var ki, 3 nəfərin yerinə 1 nəfər görəcək işi. Ondan sonra eyni zamanda da əhalinin sayını azalmasına gətirib çıxardacaq, qiymətlər aşağı düşəcək. Bax, bir dənə yadınızda saxlayın, kəndlərin təhkimçilikdən azad edilməsinə, bir də ticarət azaldı. O birisilər yadda qalan şeydir, təhkimçilikdən və bu azad edilməsinə, bir də T hərfi ilə nə? Ticarət azaldı. Buna fikir verin, nəticə sala bilərlər. Əsas məqsəd budur, təhkimçilikdən azad edilməsinə şərait yaratdı. Deməli, Arzu, 100 illik müharibə Fransanı gücdən salır, amma buna baxmayaraq Fransız xalqının birliyini də bizə göstərdi, inkişaf etdirdi. Mərkəzləşmiş dövlətin yaranmasından istifadə edəcək kral bu birləşmədə. Biz demişdik, 100 illik müharibədən sonra da yarımçıq qalmış mərkəzləşdirmə prosesinə davam edəcək. Mərkəzləşdirmə nə vaxt başlamışdı? O 2-ci əsrdə. Haranı bayaq göstərdim? Akvitaniya və hansı ərazilər idi? Dedim də, Akvitaniya və Normandiyanı işğal eləmişdi. 13-cü əsrin sonu isə Tuluzanı. 12-nin sonu, 13-cü əsrin əvvəllərində. İndi uşaqlar, hakimiyyətə gələcək kim? Gözləyin. 1461, 1483. Mən bunu bilirsiniz, nə yadda saxlayıram bu hakimiyyət ilə. Neçənci Ludovik idi? 11. Çox uşaq buna 9 yadda saxlayırlar. 9 yox, 11. 1. 1461 yadınızdadır Trabzon məsələsi, Qoylu Hisar döyüşü. 1483-də də Şeyx Heydarın dövründə biz deyəcəyik ki, Şeyx 8-5 saray kompleksi var, odur. Şeyx Heydar yox, Yaqubda.
Öyle bir şey eləmirəm. Hə, 1483-də 85 Saraykov mən onlarla yadda saxlamışam. Hələ 1465-də də Göy məscid indi onları mədəniyyətlərdə deyərəm. Deməli uşaqlar, mərkəzləşmiş dövlətin yaranması davam elədi. Dövləti idarə edə bilmək üçün 11-ci Ludovik düşmənlərinə qarşı hiylədən istifadə edəcək. Yenə bayaq kral nə cür feodalları bir-birinə qayırdı. Mən düşmənlərimi bir-birinə bu belə bir siyasətdə də parçalı hökmranlıq et. Parçalayır, bəli. Bunları ayrı-ayrılıqda parçalayıram, sonra başlayıram yerdə qalanda mübarizə edib qalib gəlirəm. Deməli, ay uşaqlar, 15-ci əsrin sonlarında Fransanın vahid dövlət halında birləşdirməsi başa çatacaq. Bəli. Qabaq deyirdi 15-ci əsrdə ay Allah hansı Britan, sonra hansı ərazilər, qabaq onları yazırdı adlarım. Britan, Norman, bir də hansı ərazi idi? Şampan Navarranı birləşdirmişdi. Şampan, Navarra ərazi. Navarra da bilirsiniz də haraydı. Elə burada var Navarra. Mən onu soruşmadım sizdən. İspaniyada soruşaram dedi. Navarra. Castilla, Aragon, Navarra. Mən İspaniyada. Sərb işində misal şeydə İspaniyada, Əndəlus. Reconquista hərəkatı. Deməli uşaqlar, yeni tətbiq ediləcək illik vergi, bu da kral xəzinəsinin müntəzəm gəlir mənbəyinə çevriləcək. Bu da Fransa kral hakimiyyətinin güclənməsinə şərait yaradacaq. İllik vergi. Bunu bayaq dedim. Bayaq sərif yürüyüşündə kimi demişdik, vergi təyin elədi. 4-cü yürüyüşdə. Bəli. Innocente. Vergi bu da illik vergi. Ludovik KKK vergi illik. 16-cı əsrdə artıq uşaqlar Fransada nə yaranacaq? Mütləqiyyət yaranacaq. Mütləqiyyət bilirsiniz nə idi? Hökmdarın qeyri-məhdud hakimiyyətə malik olduğu mərkəzləşmiş dövlət. Hökmdarın qeyri-məhdud hakimiyyətə malik olduğu mərkəzləşmiş dövlət. Mütləqiyyət budur. 1530-cu ildə isə bunu da deyim vəssalam. 30-da isə Latın dilini fransız dilini eləyəcək, əvəz eləyəcək. Nəyi? Latın dilini nə əvəz eləyəcək? Fransız. Yaxşımı? Reformasiyadan sonra bax Fransanı dini müharibələr götürəcək və dini və siyasi müharibələrin nəticəsində 1594-cü ildə Fransada Burbonlar sülaləsi hakimiyyətə gələcək. Aydındır sizə. Birləşdirməni başa çatdırdıq. 12-də başladıq. Birləşdirmə ilk öncə harda başlamışdı? Hə? Başladım. Vəssalam. 100 illik müharibəndə indi danışıq çox keçsiz. O 2 dəfə rahat oxuyun. Əsas şeyləri çıxardın. Testlərlə də möhkəmləndirəcək. Vəssalam. Belə yekunlaşdırım. Onda hələlik. Qırmızı.